Gəlin bu suala. Bu sual da biraz fərqli sualdır. Yazıb 3 briqadadan birincisi diğer ikisinin yığdığı məhsulun 33,1% qədər. 33'ten uşaqlar 1/3, 100% deməkdir. Və bunu faizdən kəsrə çevirəndə 1/3 deməkdir. Qoy bir tərəfli dursun. Diğer 25%'dən danışır. Bu da 1/4 deməkdir. İndi bir də oxuyaq. Deməli bizdə 3 dənə briqada varmış. Deyir ki, birinci brigada diğer ikisinin yığdığının faizden kesire çevirirəm. 1/3'dir. Yani bu bir diğer ikisindən 3 dəfə azdır. 1/3 nə deməkdir balalar? 3 dəfə az. Onda bütün brigada neçə x eləyəcək? Bəli. Bütün brigada neçə x eləyəcək? 4x. 4x. Burada tamamen birinci brigada x'tir. Bu da eləyəcək 25%. Və birinci brigada tapıldı. Sonra deyir ikinci brigada ise birinci ve üçüncünün yığdığının bakın bura 1/4'idir. Yani mən ikinciyə bir n desəm 1 ilə 3 bir yerdə 4 n'dir. 1/4. Bakın görün nə qədər rahat həll edirəm. Onda bütün brigada elədi 5 n, bu 100%'dir. Onda mən ikincini ayrıca bilirəm. Bu n isə təbii ki 5'e bölürəm 20% olur. Bakın birincini tapmışıq 25%. Bu da. İkincini tapmışıq 20%. Təbii ki üçüncüdə nə qədər olacaq? 55%. Çünki 3'ü bir yerdən neçə faizi verəcək mənə? 100. Anladıq? Bəli. Faizdən hissələrə keçdim. 3/1, 3/100, 3/1, 25%, %25, 4/1. Və burada bax birinci məlumatda bizə birinci üçün tam məlumat verir. Birinci diğer ikisinin. Deməli birinci x-dirsə, diğer ikisi 3x-dir. Diğer ikisinin bir yerdə faizin bilirəm. Ayrı-ayrı bilmirəm. Ona görə məcburam bütün briqada ilə götürəm. 100%, bu birinci neçə faiz? Belə.